Hurmatli azizlar, hurmatli do'stlar, bugungi videomizda sizlarning e'tiboringizga Urganch shahrimizda eng ajoyib joylardan biri 3 qavatli 220 kvadrat metr bo'lgan xonadonimizni e'tiboringizga havola qilib ko'rsatib o'tamiz. Eng hashamatli joylardan birisi 220 kvadrat metr azizlar. Kichkina emas, yurtgansi eldinden burchetkalar qilingan, orqaga 3-4 mashina sig'adi. Garajning o'zini azizlar 3 mashina sig'adi ekanlar. Keyin bu yoqda podvol ham bor yana, meydajida qo'ymoqinsa, hamma sharoitlari qilingan. Panoramli aynalar o'rnatilgan, balkonga ega, tumbolar bilan chiroyli qilib ishlab qo'yganlar azizlar. Joyimizning qurilishini umuman gap so'z bo'lishi mumkin. Birinchi qavat, ikkinchi qavat azizlar. Silkat karushdan tiklangan. Eng yuqorisi azizlar xom karushdan ekan. Plita bilan bosilgan birinchi qavat, ikkinchi qavatdan plita, eng yuqori og'ochdan. Balkonlar ham katta. Qurilishini umuman gapsiz bo'lishi mumkin. Mustahkamat qurilish qilganlar, gaz va suvlari, vip shochiklari hammasi qo'yilgan. Yurib turgan Simbedin lesisalarni chiroyli qilib taxlangan, piyodalar o'rnatilgan. Azizlar, yo'llar yaqin yerda, yani shahrimizda MTS ko'chada, hurmatli do'stlar. Yo'li 50 metr bo'yning. Garajdan girganda 3 mashina orqaga sig'adi, kengina, hurmatli do'stlar. Hem garajı oboy qilingan. Patoloqlar natija bo'lgan, hurmatli do'stlar. Bu yerda kafel qilganlarni akkuratni chiqqan. Bu yoqda dolon bilan deng kattalikda podvol qismi bor. Medejilaringiz biroz beja sig'adi. To'rda azizlar katyolan bo'yning, nasinni katyo. Hurmatli do'stlar. Bu yoqdan ko'rsatib o'tamiz. O'ng tarafimizda bu yerda suv gap tuz cho'chiklari qo'yilgan. Hurmatli do'stlar, sirkulyatsiya uchun nasoslar qo'yganlar, suv davriyasi uchun nasos qo'yganlar, hurmatli do'stlar. Hamma narsasi tayyor. Faqatgina kelib yashashga e'tibor qiling. Ham baland tushgan. Baland solingan. Bilining azizlar kafellar qilingan. Oyoqtilar kafel, bilining azizlar aynalar, ajoyib plastiklardan podogoniklar qo'yilgan. Hamma holatida hurmatli do'stlar. Keyin 3 mashina orqaga sig'adi izillikga qo'ysangiz, bilining dual kontinentli stenli katyollari, bilining stabilizatorlari, azizlar sirkulyatsiya uchun nasoslar, havamiz qishni kuni tez qizish uchun. Azizlar 100% hammet cho'pli pol bo'lgan. Registrda emas, cho'plida qizadi. Bilining azizlar keng azizlar bog'i bor, ya'ni огород qismi круглый stechka bo'lib, ustidan burchakka qilganlar, azizlar so'qillari kafellar qilingan, paxsalar travitin bo'lgan buralar qo'yilgan, azizlar kechda bir chiroyli bo'lib turish uchun buralarni o'rnatib qo'yganlar. Kech atmosferasi dim chiroyli turadi azizlar. Kelib o'zingiz ko'rishlaringiz mumkin. Bundan to'g'ri oshxonaga girasizlar. Fasad qismlari orqa tarafida travitin bo'lgan, shiprin teylari alifallar qilingan. Hurmatli do'stlar, bemalol bedamini ekin-dikin qilsangiz bo'ladi. Topchalarni qo'yib, oila dairasida damali bu tarafdan mesalarni taxlab, chiroyli qilib qo'ysangiz ham bo'ladi. Bu tarafdan xalasangiz barbekyu zonalarini taxlab azizlar, to'y bazmlarda azizlar chiroyli ajoyib bir mazali taom pishirib, bu tarafdan mesalarni qilib bersangiz bo'ladi. Ana endi yuqorgi qavatlar bilan tanishib o'tamiz, hurmatli do'stlar. Birgalikda ajoyib xonadon, hashamatli joylarimizdan birisi bo'ladi degan shahrimizda. Eng zo'rlaridan. Qurilishi ham gap so'z bo'lishi mumkin emas azizlar. Bedining piyodalar o'rnatilgan, lestitsamiz chiroyli qilib taxlangan, burchakka qilingan, azizlar terma eshiklar ham qo'ygan. Yarma terma eshiklar buralar o'rnatilgan. Ikkinchi chetda bedining sivil mestasi, gaz suvlari vip. Xonamizning azizlar bismillah. Jirgandan katta dalon, uzunasi bir 7,5 mil chiqadi, enini 330. Gilamlar ham yaxshisidan döşəllazlarning. Yo'llar bo'y qilingan, yarma ishlar qo'yilgan stiklanli azizlar zalimizda. Qaronlar ishlari bor. Azizlar taygalan ustidan yurtgan sen 600 palasalam tashalgan, chiroyli qilib yevro ta'mirdan chiqarib qo'yibdilar. Xonamizga kirgandan o'ng tarafimizda rakrinamiz bo'ladi. Azizlar suv napori zo'r. Bir de elektrik avtomatlari. Patolog qismini to'xtalib o'tsagina gipsokarbon qilingan, chiroyli qilib akkuratni qilib chiqarganlar. Figurasini ham bedining lyustralari bor, galagellar hamma holatida. Tezor zonasi ham chiroyli qilib taxlangan. Azizlar, belki yo'ldan ajralib turibdi. Bu tarafimizda zalimiz bo'ladi. Zalimizga kelgandan ajoyib bir chiroyli akkuratni bir fonlardan tanlabdilar. Ramkali qilib, perdelarga e'tibor qiling, ajoyib perdelardan. Bedining gilamni döşəlgan, oyoqtilar 100% cho'pli pol, panoramli aynalar qo'yilgan, tezor zonasi ham chiroyli qilib taxlangan ekan, akkuratni chiqqaningizda olgan yurtdoshimiz ham nasib etsin, joyimizning ichida to'ylarni aytib o'tirish nasib ro'za aylasin, hurmatli do'stlar. Shuning ajoyib joylar hamma vatandoshlarimiz ham nasib ro'za qilsin, hurmatli do'stlar. Azizlar, video obzorimizni davom qildiraman. Bu yerda yurtgan signal ishlar, ya'ni azizlar daborlar,
Götürgənsi işlərin zorundan, müstəhkəmindən qoyuq əzlə. Giləmlərim zorundan döşənəkərlər. Lisensamız quyma boladı əzlə. Yağaçdan əməz, üstü çıraylı qalıb yağaçdan işləngənizlə. Belinin taşımkələri çıraylı qalıb çıxarqanlar. Ağ, karışlı seyitlərdən faydalandılar. Prinslərə bunadılgan. Həm girlərlə, həm çıraylı qalıb döşəb qoydular əzlə. Lisensam teyində meyləcədə qoymağınızda mesalar var. Bir yanda aşxanası, spalnisi, sanuzu ilə caylaşqan əzlə. Cayımızdan çıraylı çıxqan əzlə. Remontram gəbsiz buluş mümkəniz. Heç bir yerində gəb tapqılı eməz. Fakat yəni gəlib yaşaş gerək. Xanamız Egəzin 3-4 əzlə. Yanda ilə sanuzu ilə giyin kətdi vanna, unitaz, rakovinası, arisola, simisitlə, həm məcdə xalatında. Belə viç gecələri işləb durdu. Patolog nəticə boğan, həm tüplü pol. Birimiz yəni 3,5 kətdəlikdə düşkən bir spalnimiz oladı. Həzə halasına deyit ki, spalni qılıb qoysanızlar bu fonda. Pərdələ asılqan, ayaq deyirlər tüplü pol, xurməli vətəndaşlar. Aynası bax tərəfə qaraqan, lüstralarım asılqan. Bu tərəfimizdə aşxanamız, analarımız üçün en gərəkli xanadan birisi. Əzlə, yeni düşkən, yeni 3,30 uzunası 5-5,20 çıxadı. Giləmlə, döşərgən, pərdələ asılqan, lüstrasından, çırayla, lüstradan ikən əzlə. Qala girlə, patologda, ortalarına tecrübə bulğan, çetlər gipsə kardon, yurtduğun simbiyadinin rozetkələrin 3-4 yerdə qoyulğan. Bu tərəfimizdə tüplü pol, kollektorları şöydən likropka klaver əzlə, xanalarımızda qızdırışı üçün. Ben də inək, əzlə, bağ oladı, kətdə bağı var, lisensamızdan kafirlə qılınğan, prilalar ornatılğan, buralara qoyulğan, paxsaladı əzlə, xanaların salonu köp. Xana sənayi tüpədən bulsaq, yaşar qismını birinci qavatında bir zal, bir spalni, keyin yukarı ikinci qavatında yaşar qismını, bir zal, 3 spalni, bir sanuzel, pəsdən bir sanuzel, 2 sanuzel ilə bakıyam o şey. 6 xana, bir dalandan ibarət boğan xanadan əzlə 6 xanalı kətdə ailəli adamlar üçün əzlə beymağa xanalar yetədi. İndi yukarı qavatdan çıxdıq. Çıxqanda onun tərəfdə 2 xanası, çərfimizdə 2 xanası var. Doğruda ilə sanuzel qısmı oladı. Xurməli vətəndaşlar. Sanuzeldən, polini, kafeldən çıxqan, ayaq teyləri, tüplü pollara qıyla, vanna, unitaz, simisitirlə həmməli tağ halətində buladı. Mən də şu kətdə xanalarımızdan başlayalım. Birimizdə xalasanız spalni, xalasanız zal qılıb qoysanız da bola verədi. Lakin spalni qılsanız da əcayib buladı. Spalniyə dim mölcəllənən əcayib kətdə spalni. Yəni 3,30 uzunası 5,5-6 metr arqayın çıxadı. Bir də televizionası, lüstralı asılqa, divarla, fonda xanamızda hava yaxşı aylanışı üçün fon qılqarlar. Ramkəli qalıb. Bu tərəfdə balkondan var. Balkondan gözətib ötəmiz. Nəzlə. Memalı yazdı günü bir üstə qoyub 3-4 adam arqayın gürün tarın qılıb. Çay içib oturayalım mesta. Şimdi yanımızda zal qısmı var. Zalam geni bir 7,5 metrlə bayla. Yeni 3,30. Giləmlə döşəlgən, laminat polla qalınqan, prinslər ornatılğan, tüplü pol, panoramli aynalar, pərdələr asılğan, patolog qismi çırayla qalıb taxlarına kəllər qurratni çıxqan. Cayımızda heç bir yerinə gəb söz tapqız inəməz. Bir dəminə lüstralar ornatılğan, patolog girsə kardon qılınqan, boyları moşya boylar, divarlar deyib yerimizdə ilə. Yeni 3,30 uzunası 5-5,20 çıxadan kətdə spalniyan bir də tüplü pol kollektorlar ilə giləmlə döşəlgərlər. Pərdələ asılqan, qurratni bir çıraylı xanadan əkən xurməli vətəndaşlar. Yanımızda yenə bir spalnimiz olur. Bəlkə spalnimizdən bir xil rəzmiyədə, bir xil kətdəlikdə. Yeni spalni, mini spalnilər kəmdən kəm uçuydu. Hazır köpüyədə biləsdə 3-3, 3-3,5, köpüsü en kətdəsi 3-4 boladı. Xurməli vətəndaşlar, xanadanımızın narxına toxtalıb göstərik. Narxı $10.000 arzalladı. 125.000 dolara çıxdı. 135.000 çıxarıb verdik. Yeni əzlə pilusuna xurməli vətəndaşlar pərdələ asıldı. Çırayla pərdələrdən. Mesopolajiniya zor. Yola yaxın. 50 metr bağ. Marşrut ötürtdü. 12 marşrutu. Bağça, məktəb, transport, su, sivit, qazdan yeşdən momos yok yedəcək aşqa. Hem giyin xanadan. Bir yerine etibar kılın. Cayımız kuruluşu müstahkem.
birinchi qavat bilan ikkinchi qavat silikat karushdan diklangan. Ham plita bilan bosilgan birinchi, ikkinchi qavatlar. Uchinchi qavat xom karushdan og'och bilan bosilgan sizlar. Podushka pindamitlar ham ichida olmaturlar tashlab qo'yilgan hurmatli do'stlar. Eldini o'zini 3-4 mashina orqaga sig'adi xonadonimizda. Garajga 3 mashina sig'adi. Bog'i bor. Hamma udobsalar qilingan ajoyib xonadonni e'tiboringizni havola qilib o'tdik. Kimdir bo'lgan bo'lsa bemalol murojaat qilishlari mumkin. Ekranda batafsil ma'lumot uchun nomerlarni qoldiramiz. Kanallarimizga obuna bo'lib, joylarimizga baho berib borishasiz. Yoddan chiqmasin. Azda shu narxi arziyatimi, yo'qmi? Kommentariyada fikrlaringizni qoldirib qo'yasizlar. Ham nelardan joy kerak bo'lishini yozib qoldirsanglar, shuning joylarini qo'ldan kelgancha e'tiborlaringizni havola qilib boraveramiz. Hamma sog'lik salomatlik tilamiz. Keyingi videoda görüşünce deb qolamiz.